Müasir dövrdə izlədiyimiz filmlər ilk başlarda belə olmamışdı. Ən erkən filmlər qara və ağ rəngdə, bir dəqiqədən az uzunluqda, səssiz idi və sabit kameradan bir kadrdan ibarət idi. Filmin çəkilməsi, kameranın inkişafı və filmlərin təsvirində xüsusi rollara töhfə verən digər kino texnikaları ilə ümumi kinematoqrafiyaya dair konvensiyalar inkişaf etdirirdi. Azərbaycan kinematoqrafiyanın tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri Bibi Heybətdə neft fontanı yanğını, Balaxanda neft fontanı, Şəhər bağında xalq gəzintisi, Qafqaz rəqsi və s. Bədii kino süjetdən ibarət idi. Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı 1920-ci illərdə Azərbaycan kinosunun əsas mövzusu idi. Bismillah, Vulkan üzərində ev, Hacıqara kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən Sevil, həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir. 20-ci əsrdə Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920-ci ildə Bakıda 9 Qızıl Ordunun rəsmi keçidi adlı ilk xronika kinojurnalı çəkilmişdi.